Buradan çıxan saçma fikir verməyin. Çünki bu belə qalxır. Bunlar tökülmüşdü buradan. İndi çıxırlar da nə qalxıblar. İndi bunlar uzanandan sonra belə gələcək. Bu video uzun olacaq, kimin səbri yoxdursa baxmaya bilər. Deməli, demişdim, hamı yumurtanı uşaqlar üçün pişirmişəm. Elə oldu, Fidan yemədi, mən yeyəcəm. Bu sırna sos bitsin deyə yeyirəm ha. Bekərim istədiyi üçün yemirəm. Bu olmaq keyfim istədiyi üçün yeyirəm. Bəlkə sırna sosdan davam edeyim, bunu istəmirəm. Bir söz deyim sənə. Mən bilmirdim ki, heç mən oxuyacam. Mən bilsən, duzlu eləmişəm biraz bunu. Mən bilsən necə bir gənc qız idim. Yəni, özüm üçün yaşayırdım belə belə. İndi mən necə görürsünüz. O vaxtı da elə. 9-da oxuyurdum da. Bugün mamam gəldi, dedi ki, Nəsbəyə bir dənə texnikum var Şirvanda. Oradan oxuyurlar, gedib müəllim işləyirlər. Sən gidib orada oxuyasın. İstəyirsən? Nə bilin? Nə gittim oxudum. Yəni ki, mən düşünmürdüm də, yəni şeydə, nə bilim, universitet oxuyum, kollec oxuyum, texnikum oxuyum, nə oxuyum. Kolleclə texnikum elə şeydir, eyni şeydir. Yəni ki, bunun sabahla əlaqəsi yoxdur. Ondan sonra şey elədim mən. Bəs universitet oxumaq istəyirdim də. Çünki ali təhsil müəllimlərinin içində özümü əksik hiss edirdim. Oxuya bilmədim onda da. Çünki uşaqlarım körpü idi, yəni. Yəni ona hazır, həm də maddi imkan yox idi. Ona hazırlaşmalıyım. Çünki evi mən həmişə dolandırmışam da, yəni. Evli olanda da, indi boşandan sonra da. Mən həmişə ondan çox maaş alırdım. Ona görə də, yəni bu ali təhsil aldı, kollec bitirdi, nə də onun sabahda dəxlisi yoxdur. Başa düşsən. Так что замолчите, пожалуйста. Mən tanıdığım o qədər ali təhsil savadsızlar var ki. Yəni əvvəlki həyatımda da çox şükür çox az adamla kontakt oluram.